Salam, vaxtınız xeyir olsun dostlar. Bugün 16 noyabr 2025-ci ildə Edukompetensi şirkət tərəfindən keçirilmiş növbəti magistratura üçün mövzu sınaq imtahanının informatika suallarının izahına baxacağıq. Birinci sualımız aparat təminatı ilə bağlıdır. Ümumiyyətlə, suallarımız bugün hansı mövzuları əhatə edir sizə öncədən məlumatlandırım. Suallar əhatə edir kompüterin proqram təminatı, aparat təminatı, informatikanın əsas anlayışları, sayı sistemləri, əməliyyat sistemləri və Word 2019-un müəyyən bir yerinə qədər. Windows əməliyyat sistemindən suallar yoxdur bugün. 21 nömrəli sualımızın izahından başlayırıq. Verilmiş qurğulardan hansılar informasiyanı rəqəmsaldan analoqa çevirir? Yəni, son məhsulu analoqdur. Bilməlisiniz ki, rəqəmsal informasiya elektron qurğuların tanıdığı sıfırlardan, birlərdən ibarət informasiyadırsa, analoq informasiya real həyatda duyğu orqanları vasitəsilə aldığımız informasiya və rəqəmsallaşdırılmamış informasiyadır. İndi bu sualın izahı üçün biraz diqqətli olsaq, biləcəksiniz ki, sizdən çıxış qurğularını soruşur, çıxış qurğularını tələb edir. Misal üçün, mouse giriş qurğusudur və o bizim hərəkətlərimizi idarəedici siqnala çevirir, yəni analoq siqnalların rəqəmsala çevrilməsini təmin edir və o bizim cavabımız ola bilməz. Əksidir çünki. Printer kompüter mühitində olan rəqəmsal informasiyanı çap edərək bizim üçün real həyatda analoq, yəni gözlə görüb əllə toxuna biləcəyimiz bir hala gətirir, çıxarır. Deməli, printer doğru cavabdır. Skaner, yenə mouse kimi, skaner qurğusu real həyatda olan analoq siqnalları kompüter mühitinə rəqəmsal formatı daxil edir. Yəni, şəkil formasına daxil edə bilər, PDF formasında. Demək, bu da yanlışdır. Monitor doğrudur. Kompüter mühitində yaradılmış rəqəmsal informasiyanı ekrana analoq formada çıxardır və biz onu görə bilirik. Bu da eyni zamanda düzgün cavabdır. TVtuner giriş qurğusudur. Televiziya siqnallarını kompüterə daxil etmək üçündür. Demək, o da rəqəmsaldan analoqa çevirə bilmir. Və 6-cı səs ucaldandır ki, kompüter mühitində olan səsləri, səs dalğalarını fiziki mühitdə yayaraq onu analoqa çevirir. Deməli, bu sualın dərindən düşünsək cavabı çıxış qurğuları idi. 2, 4 və 6 D variantı düzgün cavab variantıdır. İkinci sualla davam edirik. Kompüterin xarakteristikaları hansılardır? Kompüterin özünə məxsus birdən çox xarakteristikası var. Bu sualda isə görək onun hansılar qeyd olunub. Birinci xarakteristikamız yaddaşın tutumu, yəni burada qeyd olunmuş birinci düzgün cavabdır. 2 yanlışdır, bu mikroprosesorun xarakteristikasına uyğun gəlir. Əmrlər sistemi doğrudur. Hesablama dəqiqliyi doğrudur. Ekran diaqonalının ölçüsü monitora aiddir. Rəng imkanları printerə aiddir. İş etibarlığı doğrudur. İşləmə sürəti doğrudur. Deməli, düzgün cavab variantımız 1, 3, 4, 7, 8'dir. 1, 3, 4, 7, 8, yəni A variantı doğrudur. Gəlin baxaq görək, bu suala düzgün cavab verə bilmək üçün biz hansı şəxsi keyfiyyətə malik olmalıyıq? Bunun üçün biz aparat təminatı mövzusundan xəbərdar olmalıyıq. Hansı ki, aparat təminatının elə əvvəl hissələrində biz kompüterin əsas xarakteristikalarını həm bu formada danışmışıq, həm də geniş izahını vermişik. Bununla yanaşı, sonuncu səhifəmizdə də biz həmin bu xarakteristikalar tələbələr tərəfindən qarışdırılmasın deyə bu şəkildə kompüterin, mikroprosesorun, monitorun və printerin xarakteristikalarını fərqli formada vermişik. Üçüncü sual, yəni 23-cü sual, uyğunluğu müəyyən edin. Hesablama dəqiqliyi, məhsuldarlıq və eyni zamanda kompüterlərin iş etibarlığı nə anlama gəlir? O haqda indi danışacağıq biz. Birinci növbədə biz gəl variantlara baxaq, görək orada bizi necə bir formada. Zülüsən bir dəqiqə. Nələr gözləyir? Baxın, müəyyən şərtlər daxilində kompüterin öz xassələrini saxlama qabiliyyəti onun fasiləsiz işləmə qabiliyyətidir. Bu da kompüterin iş etibarlığına uyğun gəlir. A variantı.
Prosesorun yerinə yetirə bildiyi əmrlər toplusu. Bu, prosesorun yerinə yetirə bildiyi əmrlərin məcmusu kimi əmrlər sisteminə uyğun gələ bilərdi. Vahid zamanda emal olunan məsələlərin orta sayı. Bu məhsuldarlıqdır. Kompüterin yaddaşına saxlana biləcəyi informasiyanın maksimal həddi yaddaşın tutumu deməkdir. İnformasiyanın emalı zamanı istifadə olunan ədədlərin mərtəbələrinin sayı isə hesablama dəqiqliyinə uyğun gəlir. Düzgün cavabımız 1Y, 2C, 3A'dır. Yəni, B variantı düzgün cavab variantıdır. Yenə də aparat təminatından bir sual, yenə də bayaq dediyimiz əsas hansı ki 4-cü səhifə var idi, o səhifədən olan bir, yəni bu səhifəni bilsəniz, bugün sınavda 2 dənə sualı rahatlıqla cavablaya bilərdiniz. 24 nömrəli sual MS Word ilə bağlıdır. Səhifə kənarlarındakı boş sahələri təyin etmək üçün istifadə olunan əmri seçin. Deməli, Word-də səhifə parametrləri nizamlamaq üçün istifadə olunur Layout Length tabından. Demək, cavabımız A da ola bilməz, B də ola bilməz. Layoutunda boş sahələrini təyin etmək üçün Margins bölməsinə müraciət olunur. Belə ki, hyphenation sözün sətirdən sətrə keçirilməsi zamanı hecalara bölünməsini təmin edir. Field isə belə bir bölmə ümumiyyətlə yoxdur. Tərcümədə çöl sahə olduğu üçün çaşdırıcı məqam olaraq mən bu sualı yerləşdirmişdim. Variant olaraq. İndi baxaq gərək söhbət nədən gedir burada. Gördüyünüz kimi MS Word açılır və Layout tabının Page Setup Length qrupunda Margins bölməsinə istifadə edib səhifənin sol, sağ, yuxarı, aşağı boşluq məsafələrini təyin edə bilərik. Hyphenation isə dediyim kimi sözün sətirdən sətrə keçirilməsi zamanı hecalara bölünməsini təmin edir. Növbəti 25 nömrəli sualımızdan davam edirik. Düzgün cavabımız Y variantı idi 24-dən. 25-ci sual. Sistem proqram təminatının əsas funksiyası nədir? Proqram təminatı ümumilikdə kompüterə informasiya emalı prosesini həyata keçirmək üçün quraşdırılmış bütün proqramların məcmusudur. Belə ki, sistem proqramları bu proqram təminatının bir bölümüdür ki, sistem proqramları informasiya emalı prosesini həyata keçirmək üçündür. Digər variantlarda virusların neytrallaşdırılması antivirusdur. Bu sistemin içərisinə aid olan servis proqramlarının funksiyasıdır, amma sistem proqramlarının ümumi funksiyası deyil. İnformasiya mübadiləsi yanlışdır, çünki istifadəçiyə qlobal şəbəkə ilə informasiya mübadiləsini aparmaq var. Onu həyata keçirmək əsasən tətbiqi proqramların işidir. Yeni proqramlar yaratmaq instrumental proqramların, konkret məsələnin həllinə yönəlmək isə tətbiqi proqramların işidir. Düzgün cavab Y variantıdır. Gəlin bu məsələyə biraz aydınlıq gətirək. Proqram təminatı nədir? Proqram təminatı kompüterdə informasiya emalı prosesini həyata keçirmək üçün quraşdırılmış bütün proqramların məcmusudur. 3 yerə bölünür. Bizə lazım olanı sistemdir ki, informasiya emalını təşkil etmək üçündür. Tətbiqi proqramlar üçün normal informasiya mühiti təmin edir. İnstrumental proqramlar isə yeni proqram əlavələri yaratmaq, tətbiqi proqramlar istifadəçinin konkret probleminə yönəlmək və yaxud müəyyən məsələlərin həllinə yardımcı olmaq üçün idi. Video çox uzanmasın deyə daha uzatmıram məsələni, bu qədər məncə kifayət edir. 26-cı sual. Proqramlaşdırmada hər bir operatoru hissə-hissə tərcümə edən və sonra onu icra edən proqram hansıdır? Bu, instrumental proqramların içərisinə aid olan translatorlara aiddir. Yəni, bu şeyi translator icra edir, bu işi o görür. Və translatorların da içərisində hissə-hissə icra edən proqram interpretator proqramıdır. Çünki kompilator bütövlükdə maşın dilinə, tam şəkildə maşın dilinə çevirir. Baxın, hal-hazırda biz həmin o ifadənin qeyd olunduğu yerə gedəcəyik. Aha. İnstrumental proqramlar, ilk öncə biz demişdik ki, 3 yerə bölünür. Sonra bu məsələyə toxunmuşduq ki, ilkin proqramı maşın dilinə çevirmək üçün xüsusi proqramlardan, yəni translatorlardan istifadə olunmalıdır. Onlar 2 yerə bölünür, translatorlar, kompilatorlar və interpretatorlara. Hissə-hissə çevirirsə interpretator, yox, bütövlükdə tam şəkildə çevirirsə bu kompilatorun işidir. 7-ci sual. Elektron cədvəl prosesorları verilmiş sətri müəyyən edin. Quark Express elektron cədvəl prosesoru deyil, nəşriyyat sistemidir. Leksikon mətn redaktorudur. Quattro Pro burada düzdür. MS Excel, Ami Pro, bax bu yanlışdır, çünki mətn redaktorudur.
C variantında problem yoxdur, düzgün cavabdır. D variantında Movie Maker təqdimat proqramıdır. Notepad mətn redaktorudur. Lotus düzgündür. Quick Basic ümumiyyətlə belə bir proqram yoxdur. Bizdə Basic var, instrumental proqramdır. MS Excel doğrudur. Prolog yenə instrumental proqramdır. Demək düzgün cavab variantımız C variantıdır. Gəlin baxaq. Tətbiqi proqramların içərisində həmin bu məsələ, yəni elektron cədvəl redaktorları. Baxın, hal-hazırda siz ekranda o barədə məlumat görə bilirsiniz. Elektron cədvəllər ümumilikdə nə üçündür və hansı elektron cədvəl redaktorları mövcuddur? Təbii ki, proqramda olandan söhbət gedir. 28 nömrəli sual. Digər dördlükdən fərqlənən proqramı müəyyən edin. Baxın, naviqasiya brauzerləri, qrafik redaktorlar, mətn redaktorları, elektron cədvəllər və ekspert sistemlərinin hər biri tətbiqi proqramlara aiddir. Burada qrafik redaktorlar, mətn redaktorları, elektron cədvəl və ekspert sistemləri tətbiqi proqramların universal, yəni ümumi təyinatlı bölməsinə aiddirsə, naviqasiya brauzerləri onun qlobal kompüter şəbəkələri bölməsinə aiddir. Və beləliklə belə çıxır ki, dördlükdən fərqlənən naviqasiya brauzerləridir. Gəlin biraz məsələni açaq. Demək, tətbiqi proqramlar özlüyündə bölünür 4 yerə. Və o proqramlardan əsası təşkil edən elə ümumi təyinatlı proqramlardır. Onların içərisində digər adlarını çəkdiklərimiz, yəni elektron cədvəl, qrafik redaktorlar və s. var. Amma ümumi təyinatlının içərisində olmayan proqramımız da mövcuddur. Bu da hansıdır? Təbii ki, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələridir ki, bizə verilən naviqasiya brauzerləri ümumi təyinatlı deyil, qlobal kompüter şəbəkələrinin içərisinə aid idi. Davam edirik növbəti sualımızla. 29 nömrəli sualımızı kəsirik, çünki hesablama əsaslı sualdır. Gəlin görək, bu sualın cavabı nə olacaq? Unicode standartlarında kodlaşdırılmış mətn faylı 120 simvoldan ibarətdir. Deməli, bizim simvollarımızın ümumi sayı. Baxın, ümumiyyətlə bu məsələni həll edəndə dostlar, biz sətir sayını gözləyirik ki, sətir sayı verilsin, səhifə sayı verilsin, simvol sayı verilsin, sonra da kod verilsin ki, biz onları bir-birinə vuraq və həcmimizi tapa bilək. İndi bizdə burada ümumilikdə simvolların sayını verir. O deməkdir ki, sətirlərin sayına ehtiyac yoxdur. Çünki sətir sayı simvol sayını tapmaq üçün lazımdır bizə. Simvolların sayını verdiyi üçün ehtiyac yoxdur ona. Yəni, biz sətir sayını x kimi qəbul etməyəcəyik bu sualda. Deməli, belə çıxır ki, biz sətir sayını x kimi qəbul etmədiyimiz üçün səhifə sayını axtarırıq, bu x-dir. Simvol sayı 120-dir. Kod da Unicode olduğu üçün bir simvolun həcmi 2 baytdır. 2 üstü 1 baytdır. İndi bizdən buradan soruşur ki, verilənlərin ötürmə sürəti 16 kilobit saniyə olan şəbəkə bu faylı 1 dəqiqəyə ötürürsə, de görüm neçə səhifədən ibarətdir. Yəni, bu bizə demək istəyir ki, mədəni şəkildə mən sənə ümumi V-ni dolayı üsulla ümumi həcmi verəcəm. Sən ümumi həcmi tap, sonra tənlikdə yerinə qoyaraq x-i tap. Yaxşı, biz də razılaşırıq. Ümumi həcmi tapmaq üçün 1 saniyədə 16 kilobit ötürə bilən bir şəbəkə var. Biz gəl bu kilobiti keçirdək, asan da olsun deyənə kilobayta. Öyrənmişik ki, bu tip hallarda birinci ölçü vaidini birinciyə, ikincini ikinciyə keçirmək lazımdır. Hansı ki, kilodan kiloya keçməyə ehtiyac olmadı. Sadəcə bitdən bayta keçdi. Yəni 16-nı bölməliyik 2 üstü 3-ə, yəni 8-ə. Yəni məncə siz onu artıq bilirsiniz ki, bitdən bayta keçmək üçün 2 üstü 3-ə bölmək lazımdır. 16-nı 8-ə böldük, aldıq 2 kilobayt. 2 kilobayt. Deməli, 1 saniyədə 2 kilobayt ötürə bilən bir şəbəkə 60 saniyə ərzində, yəni 1 dəqiqə ərzində bu məlumatı ötürüb və bitirmişdir. Deməli, belə çıxır ki, bu həcm nə qədər imiş ki, 60 saniyəyə bitirib. Aydın məsələdir ki, biz burada tənasübdən istifadə edib yazacağıq ki, x bərabərdir 60 vur 2, yəni 120 kilobayt səndəmə həcm bizdə var imiş. Həcmimiz 120 kilobayt imiş. Deməli, dostlar, belə çıxır ki, biz həcmimizi tapdığımız üçün gətirib tənlikdə yerinə qoyacaq. 120 kilobayt olaraq.
İndi bərabərliyin sol tərəfi byte ilə ifadə olunur Unicode'a görə. Sağ tərəfi isə kilobayt ilə. Sol byte, sağ kilobayt ilədir. Bu da o deməkdir ki, biz nə etməliyik? Biz məcburi şəkildə bərabərliyin sağ tərəfində byte-a çevirməliyik. Ya sol tərəfi kilobayt eləməliyik. Hansı ki, bu biraz kəsrə gedər, bizim üçün problem olar. Ona görə də biz öz köhnə biliklərimizdən istifadə edib bərabərliyin sağ tərəfini 2/10-a vuraraq onu kilobayta çevirərik. Üzrəm, kilobaytdan bayta çevirərik. Vurarıq 2/10-a. Buradan kilo ifadəsi yoxa çıxar və sol və sağ tərəflər hər ikisi byte ilə ifadə olunur. Rahat ixtisar apara bilərik. 120-lər ixtisar gedər. 2/1 ilə də 2/10 ixtisar gedər. X qalar 2/9. Sən demə, səhifə sayımız 512 imiş. Yəni B variantı bu sualın düzgün cavab variantıdır. 30 nömrəli suala baxırıq. Sualı kəsirik yenə. Alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 27 qiymətini alıb. Deməli, nəticəsində dediyi üçün biz bilirik ki, bu y, yəni ən sonuncu y 27-yə bərabərdir. Bunu bura qeyd edirik. Sonra bir tənlik açırıq özümüz üçün sistem tənlik formasında. Aşağıdan yuxarıya addım-addım qalxaraq sualın şərtində bizdən tələb olunan ən yuxarıdakı x-i müəyyən edəcəyik. Gəlin müəyyənləşdirək. Ən aşağıda yazılmış x plus y ifadəsini gətirib yuxarıda yerinə yazırıq. Yazırıq x plus y bərabərdir 27-yə. Bu da bizə deyir ki, x bərabərdir 27 minus y. Nə üçün? Çünki y yolun bu tərəfinə, yəni bərabərliyin sağ tərəfinə keçirsək, aydın məsələdir ki, o mənfiyə çevrilir. Və sual yarana bilər, niyə görə mən x-i y yox, x-i əvəzlədim, deyə bilərim də y bərabərdir 27 minus x. Bunun səbəbi ondan ibarətdir ki, biz aşağıdan yuxarıya qalxanda növbəti addımda bizdən x-i tələb edəcəklər. Ki, biz əgər bu dəqiqə x-i 27 minus x kimi y kimi tapa bilmişiksə, onu x-in yerinə qoya bilərik. Yəni, ikinci mərhələdə yaza bilərik ki, 27 minus y bərabərdir y plus 7. İndi y-i keçirdirik bərabərliyin sağ tərəfinə, bunu da keçirdirik 7-ni də sol tərəfə. Olacaq 2y bərabərdir 20, y də bərabərdir 10-a. Deməli, biz 10 tapdıq ki, bu y-i gətirib qoyuruq ən yuxarıda yerinə. İndi tənliyimiz bizə cavabı deyəcək. 2x minus 2 bərabərdir 10, yəni y. 2x-imiz bərabər olacaq 12-yə, x bərabər olacaq 6-ya. Deməli, belə çıxır ki, ən yuxarıda bizdən tələb olunan x 6-ya bərabər imiş. Yəni, bu sualımızdan düzgün cavab variantı B variantıdır, yəni 6. 31 nömrəli sualımızı kəsirik. Yenə hesablama əsaslı bir sualdır. Aha, burada 16 yerinə 10 yazılmalıdır. Onluqda göstərilib də bu formada. Onluq say sistemində verilmiş ədədi ikilik say sisteminə çevirək və tapaq görək ki, burada alınan ədəddə, ikilikdə alınan ədəddə sıfırların sayı birlərin sayından nə qədər çox olar? Bunu bir dəfəlik ikiliyə çevirmək biraz vaxtımızı çox alar. Daha işi qısa yoldan eləyək, daha aydın eləyək. Onluqda verilmiş bax bu ədədi 16-lığa çevirə bilmək üçün burada 16-nın ən böyük qüvvətini əsas götürəcəyik. 5-dir əsası. Yazarıq 5. 5-dən geriyə doğru qeyd eləyərik. 5, 4, 3, 2, 1 və 0. 16 üstü 5-in əmsalını gətirib 5-in altında qeyd eləyərik. 16 üstü 2-nin əmsalını 12-dir. Gətirib 16 üstü 2-ni 2-nin altına qeyd eləyərik. 12 bizdə C-dir. Yeri gəlmişkən 10A, 11B, 12C, 13D, 14Y, 15F'dir. Məlumat üçün deyim sizə. Deməli, bura yazacağıq C. 16 üstü 0-ın əmsalı da 1-dir. Çünki olmayanda 0-ın əmsalı 1 sayılır da bilirsiniz bunu. Burada yazacağıq 1. Deməli, qalan 16 üstü 1, 16 üstü 3, 16 üstü 4-dən danışılmadığı üçün onlara da 0 qeyd edirik. Bu bizim ədədimizdir. İndi həman bu ədəd 16-lıq say sistemində qeyd olunub. Bunu çevirmək lazımdır ikiliyə və demək lazımdır sıfırların sayı birlərin sayının nə qədər çoxdur. Belə bir iş görəcəyik. İkilikdən, 16-lıqdan ikiliyə keçməyin qaydası.
Qaydamız bu formadadır. 8, 4, 2, 1-i qeyd edirik və verilmiş ədədləri qeyd edəcəyik. 4, 0, 0, C, 0, 1. 4-ün ifadə olunması necə olacaq? 0, 1, 0, 0. Bu 0 özü elə 4 dənə sıfırdan ibarətdir. Qeyd edəcəyik. C 12-dir. 12-ni 8 və 4-ün cəmindən alırıq. Qalanlarımız yenə 0 olar. Yenə sıfırlar var. 1, 2, 3, 4. 1-i də belə alarıq. Ən axırıncı 1-ə 1 yazarıq, qalanlarına 0 yazarıq. İndi sıfırların sayı birlərin sayından nə qədər çoxdur deyir. Dəfə demir, diqqət edirsək qədər deyir. Deməli biz baxırıq ki, yuxarıdakı sətirdə 3 dənə 0 var. Digər sonra 4 dənə burada, 4 dənə də burada. 8, 11 dənə əlimizdə var. 11, 2 dənə də burada, 13, o da 4, 17, orada da olur 20. Ümumi deməli gözümüzə görsənən 20 dənə 0 var. 4, 3 dəfə 4, 12, o da 15, 17, 20 dənə bizim əlimizdə 0 görsənir. Birlərimiz də 1, 2, 3, 4 dənədir. 4 dənə də birlərimiz var. Gördüyünüz kimi. Deməli belə çıxır ki, 20 dənə sıfırımız var, 4 dənə də birimiz var. İndi dostlar, burada ola bilərsən, düşünə bilərsən ki, mən qabaqdakı sıfırı nəzərə almayım, gəl nəzərə almayım və deyim ki, tutaq ki, 19 dənə bizim əlimizdə sıfır var, bir dənə də 1, qalanları da 1-dir, 4 dənə də 1-dir. O zaman cavabımız 15 əgər olsaydı cavabların içərisində, hardasa bu fikrə düşə bilərdim. Olmadığı üçün biz yenə bunu 20 qəbul edib cavabı 16 kimi götürürük. Dediyim kimi, əgər qabaqdakı sıfır nəzərə almasaq, 15 cavablarda olsaydı, onda düşünə bilərdim ki, bu sualda sıxıntı var. Gördüyünüz kimi, bu formada işləyirik bunu. Cavabımız olur B variantı. 32 nömrəli sual. Hansı variantda faylın tam yolu düzgün verilməmişdir? Faylın tam yolu, ümumilikdə biz əməliyyat sistemləri mövzusunda keçmişik. Sol tərəfdə qurğudan başlayır, içəridə alt kataloqlardan ibarət olur və ən sağda isə fayldan yekunlaşır. Hansı yanlışdır deyir. Baxırıq ki, birinci A variantında heç bir problem gözə dəymir. Çünki diskimiz düzgün şəkildə, slashlərimizin istiqaməti düzgün şəkildə, sözlərdə heç bir problem yoxdur. A variantı doğrudur. B variantında da eyni qaydada. C variantı biraz bizim diqqətimizi çəkir nida işarəsinə görə. Baxırıq ki, nida işarəsi qadağan olunmuş simvolların içərisində yoxdur. Demək, faylın adına nida qoymaq olar. G variantında da yenə sıxıntı gözə dəymir. Amma D variantında biz AUX adlı bir qovluq adını görürük. Hansı ki, bizim qadağan olmuş adlarımız var idi. PRN, AUX, null, con və bununla yanaşı com 0-dan 9-a kimi, LPT 0-dan 9-a kimi. AUX həmin qadağalardan biridir. Deməli, qovluq adında belə bir ifadə ola bilməz. Demək, faylın tam yolu düzgün göstərilməmişdir. Belə bir ifadə ola bilməz. Cavabımız deməli D variantıdır. 33 nömrəli sual. Aşağıda bir neçə fərqli tipdə fayl verilmişdir. Siz elə bir maska tapmalısınız ki, o maska ancaq şəkil tipli faylları bizim üçün tapsın. Gəlin tapaq. İlk öncə biz bilməliyik ki, hansı tip şəkil tipidir. TIFF şəkil tipi formatdır, yəni qrafik tipdir. SWF də qrafikdir. GIF də qrafikdir, animasiyalı şəkil deməkdir. MPG bu video formatdır. Zip də arxiv formatdır. Bəs biz hardan bilməliyik hansı format hansıdır? Bunun üçün əməliyyat sistemləri mövzusunu biz keçmişik. Orada fayl genişləmələri bölməsinin ikinci hissəsində biz, birinci hissəsində idi o. Birinci hissəsində qrafik faylları qeyd etmişik. Burada BMP, GIF, JPG, PNG, PCX, TIFF, SWF və DB görmək mümkündür. Beləliklə düzgün cavab variantımız nə olacaq? Həmin onlar. Hələ ki düzgün cavab variantına biz çatmamışıq. Yəni düzgün cavab variant deyəndə hələ ki biz şəkil faylların tipini müəyyənləşdirə bildik. Gördük ki, bunlar imiş. İndi bizim axtardığımız maskanın sonu nöqtədən sonra mütləq F hərfi ilə bitməlidir. Çünki bizim axtardığımız hamısı F ilə bitir. Deməli, A variantı ola bilməz. Bu birisi variantlarda da TIFF misal üçün 4 simvoldan ibarətdir, amma burada 3 simvollu
ola bilər. Çünki bilirsiniz də sual işarəsi yalnız bir simvolu ifadə edir, ulduz ixtiyari sayda simvolu ifadə edir. Deməli, Y variantı da ola bilməz. Demək, biz A variantına, Y variantını artıq eləmişik. Digər məsələ. B variantı birazdan mən deyəcəm sizə nə məsələdir. D variantında baxırıq ki, T və S hərfi olmalıdır, ulduz və burada da I olmalıdır genişlənməsində, amma bizim axtardığımızda SWF-də I yoxdur. Deməli, D variantı da ola bilməz. Siz qalırsınız B və C variantı arasında. Əslində B variantı doğrudur. Lakin burada məhdudlaşdırma vermişəm mən. Ancaq mətn tipli, fikirləşirsinizmi? Ancaq şəkil tipli faylları tapacaq. Bu da o deməkdir ki, əgər mən B-ni verəsi olsam, o yalnız şəkilləri yox, T hərfi ilə başlayan, istənilən genişləməyə malik bütün faylları tapacaq. Amma bizdə axı məhdudiyyət var. Məhdudiyyət ondan ibarət ki, şəkilləri tapsın. Ona görə də biz bu məhdudiyyətə yalnız C variantını görə bilərik. Deyə bilərsiniz ki, yaxşı, C variantı bu 3 dənəni tapır. Bəs bu qalan ikisini niyə tapmır? Ona görə tapmır ki, genişlənməsi burada G ilə qutarır, burada P ilə qutarır. Hələ çox şeylər var. Bu da onlardan bir dənəsi idi, dedim sizə. Aydındır. Ümumilikdə bilməlisiniz ki, axtarış zamanı qlobal maskalarda sual işarəsi yalnız bir simvolu ehtiva edir. Ulduz isə ixtiyari saydadır. Yəni, ixtiyari deyəndə bəzən tələbələr qarışdırır. Yəni, ulduz heç bir simvolu ifadə etməyə də bilər, n sayda simvolu ifadə edə də bilər. 34 nömrəli sualımıza baxırıq və davam edirik. Deməli, sualımız hesablamanın doğru olduğu ən kiçik əsaslanan say sistemində. Baxın dostlar, əgər ki bizə verilmiş hesablama onluq say sistemində ödənişlidirsə, biz diqqət edirik o misalda verilmiş ən böyük rəqəmə. Ən böyük rəqəmimiz 9 olduğu üçün bu bizə deməyə əsas verir ki, bu hesablama minimum onluq say sistemində doğru ola bilər. Tutaq ki, əgər yazılsaydı ki, 12 plus 11 23-ə bərabərdir. Bu zaman deyərlər ki, bu ən kiçik əsaslanan hansı say sistemində doğru olar? Mən baxardım ki, ən böyük rəqəm burada 3-dür. Deyərdim ki, 4-lük say sistemində və 4-dən o tərəfə bütün say sistemlərinə keçərlidir. Deyərdim bunu, deyə bilərdim. Amma burada ən kiçik rəqəm, ən böyük rəqəm 9 olduğu üçün biz deyə bilirik ki, ən kiçik əsasdan maksimum, minimum onluqda düz ola bilər bu. Deməli, belə çıxır ki, onluq say sistemi minimal say sistemidir. Bunu biz özümüz üçün müəyyənləşdirdik. X 10'dur minimum. Və yazıb ki, həmin bu say sistemində yazılmış rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli cüt ədəd. Deməli, 3 rəqəmlidirsə, bu aydın məsələdir ki, minimumu 100'dür. Amma müxtəlif dediyi üçün 102 yaza bilər, 101 də yaza bilməz, çünki rəqəmləri müxtəlif olmalıdır. Və cüt rəqəm dediyi üçün də 102 bizim düzgün cavabımızdır. Həmin 102 ədədini biz keçirtməliyik digər bir say sisteminə. Hansı say sisteminə? Təbii ki, təklif olunan ikili say sisteminə. İndi 102 dəyərini biz ikili say sisteminə necə keçirəcəyik? Təbii ki, bu bölmə ilə də getmək olar, amma məsləhət deyil. Gəlin bunu öz bildiyimiz qayda ilə eləyək. 102 ədədini 2-nin təkrarsız qüvvətlərinin cəmi kimi göstərək. 102-nin içindən 2-nin ən böyük qüvvəti 64 çıxa bilər. Çünki 2 üstü 7 artıq 128-də aşır. 102-dən biz 64'ü çıxardandan sonra geriyə qalır əlimizdə 38. Bir qıraqda yazırıq ki, 38 əlimizdə qalır. 38-in də içindən ən böyük qüvvət, 2-nin ən böyük qüvvəti 32 çıxa bilər. Yəni 2 üstü 5. Geriyə qalır əlimizdə 6. Həmin 38-dən 32 çıxdıq ki, əlimizdə 6 qaldı. 6-nın da içindən qüvvət olaraq ən böyük 2 üstü 2 çıxa bilər. 4. 6-dan da 4 getdi, əlimizdə qaldı 2. O 2 də 2 üstü 1 deməkdir. Elə 2 formasında qeyd edirsən. İndi son olaraq 64 2 üstü 6'dır. 32 2 üstü 5'dir. 4 2 üstü 2'dir. 2 2 üstü 1'dir. 2'nin ən böyük qüvvətinin 6 olmasını nəzərə almaq şərti ilə 6-dan 0-a qədər dəyərlərimizi düzürük. 6, 5, 4, 3, 2, 1, 0. 102'nin daxilində 2 üstü 6 mövcud idi. 2 üstü 5 mövcud idi. 2 üstü 2 və 2 üstü 1 mövcud idi. 2 üstü 0, 2 üstü 3 və 2 üstü 4 isə öz növbəsində mövcud deyildi. Və beləliklə biz həmin 102 ədədinin ikilik qarşılığını əldə elədik.
11.00 11.00. Düzgün cavabımız A variantıymış. A variantı. 35 nömrəli sualdan davam edirik. Bundan sonra nisbətən hesablaması az olan asan suallar gəlir. Baxın, bəzən tələbələr hesablama suallarından nifrət edirlər, amma deyim sizə ki, hesablama sualları da düşür qəbulda. Onları da digər suallar kimi eyni ciddiyyətlə qarşılamalısınız. Amma az düşmək biraz sizin üçün şansdır da. Demək, vəziyyət sətrindən verilmiş fraqmentə əsasən 10-cu səhifənin nömrəsini tapın. Bu çox rahat bir şəkildə tapılır dostlar, deyim sizə, yadda saxlayın. Baxın, burada page 3 of 4 onu göstərir ki, burada əslində 3 of 4 olmamalıdır. Əslində bu suala düzü bir təsiri yoxdur, amma yenə də deyim ki, o 4 olmasaydı yaxşı olardı. Gəlin bunu düzəldək. Gəlin bunu düzəldək. Düzü bizə burada bir yaramır, əngəl törətmir, amma yenə də yaxşı olar ki, düzgün olardı. Baxın, yazılıb ki, tutaq ki, 3 of 14. Belə yazmaq olar. İndi bizə sual verir ki, burada, deyir, bu gördüyün şəklə əsaslan və mənə de görüm ki, 10-cu səhifə neçədir? Və bizim sənədimiz 14 səhifədən ibarətdir. Fakt ki, mən 3-cü səhifədə dayanmışam. 3-cü səhifədə nə yazılmalıdır? 3 yazılmalıdır, düzdür, amma yazılıb 14. Deməli, belə çıxır ki, mən 3-cü səhifədə dayanmışam və orada 14 yazılıbdır. Və mən də axtarıram 10-cu səhifəni. Bilmirəm nə yazılıb. Baxın indi gözəlliyə. 3-cüdən 14 arasında neçə vahid məsafə var? 11 vahid məsafə var, düzdür? Deməli, bu məsafə bütün o axtarılan səhifələr arasında olmalıdır. Misal üçün, 10-cu səhifə ilə də həmin o nədirsə 10-cu səhifəmizin cavabı, həmin səhifə arasında 11 vahid məsafə olmalıdır. Bu da o deməkdir ki, x nə olmalıdır? X 21 olmalıdır. Yaxşı, bizdən 10-cu səhifəni istəməsəydi, 1-ci səhifəni istəsəydi. Onda nə olardı? Yazardım 1-ci səhifəyə x. Nə qədər məsafə olmalıdır 1 ilə x arasında? 11 vahid. Deməli, 1-ci səhifəmiz 12 imiş ki, sonradan belə bir narazılıq yaranıb, 3-cü səhifə gəlib 14-ə çıxıb. Deməli, biz nə edirik? İkinci gördüyümüz ədədi görürsünüz burada. O ədədlə birinci gördüyümüz ədəd arasındakı rəqəm fərqini əsas götürüb, digər səhifələrdə istifadə edirik. Belə. Sualın cavabı Y variantı yeri gəlmişkən. Sadəcə dediyim kimi burada 14 olması daha məqsədə uyğun olardı. Cavab Y variantıdır. 36-cı sual. Alqoritmin icrası nəticəsinə şərt blokuna neçə dəfə müraciət olunacaq? Şərt bloku haradır bizdə? Bax, bu gördüyünüz romb işarəsidir. Biz hesablamamızı aparacağıq və şərt blokuna neçə dəfə müraciət olunsa, onu müəyyən edəcəyik. Sualımızı kəsirik. Biraz sualı yaxınlaşdıraq. Başlayaq. İ-nin ilkin qiyməti 3 olaraq müəyyən edilmişdir və bizə sual verirlər. İ kiçik bərabərdirmi 187-dən? Aydın məsələdir ki, bu düzgündür və biz hə qoluna gedirik. Amma hər dəfə ki, biz şərt blokundan keçirik, mən bura bir dənə 1 yazıram. Yəni, nə qədər ki, mən rombun içindən keçirəm, ya həyə ya da yoxa, mən 1 yazıram ki, istifadə olundu da. Yəni, mən müraciət elədim ora. Hə qolundan gəlirik, magistr bir dəfə çap olunur, i-nin növbəti qiyməti ortalığa çıxır. I-nin növbəti qiyməti i2 də deyə bilərsən, i-ştrix də deyə bilərsən. Bərabərdir 3 vurulsun i-nin əvvəlki qiyməti, yəni əlimizdə olan 3 plus 4. 9 ola 4, 13 eləyir i-nin qiyməti və biz yuxarı qalxırıq və yenə bizdən soruşur. I kiçik bərabərdirmi 187-dən? Yəni 13 187-dən kiçik bərabərdirmi? Yenə hə deyəcəyik. Şərt blokuna da 1 yazacağıq burada. Yenə magistr çap olunacaq, gəlib çatacaq yenə bura. I-nin 3-cü qiymətini tapacağıq. Axırıncı dəfə i-ni 13 almışdıq. 13 vur 3 plus 4. Nə 39 bu 4 eləyir. Üstə də gəlirsən 4-ü alacaqsan 43. Qalxacaq yuxarı. 43 də yenə 187-dən kiçik bərabərdir. Yenə hə deyəcək. Bu da 3-cü şərtimizdir. Hə deyəcək, düşəcək aşağı. Bu dəfə 43-ü vuracaq 3-ə. Yəni, ilkin olaraq orada qeyd olunmuşdu. 3-ə vuracaq. Üzərinə də gələcək 4-ü. Bu da bizə verəcək, növbəti i-nin 4-cü qiyməti olacaq. 133. Qalxacaq yuxarı, yenə şərt blokuna 4-cü müraciət. Və hə qolundan davam eləyib, düşəcəyik buraya. Bu dəfə daha hesablama aparmırıq. Aydın məsəl ki, 133 3-ə vurub sizə 4 gələndə o böyük olacaq və yuxarı qalxıb
bu dəfə yox yük qoluna gedəcək. Amma yox qoluna getsə belə yenə şərt blokundan istifadə olunacaq. Bu da 5-ci müraciət sayılır. Deməli, düzgün cavab variantımız A variantı 5 dəfə müraciət olunacaq. 37 nömrəli sualımızdan davam edirik dostlar. Deməli, bu sual da yenə algoritmlə bağlı olan bir sualdır. Sualımızı yenə kəsirik. Algoritm fraqmentinin icra olunmasından sonra A dəyişəninin sonuncu qiymətini bizdən soruşur. Gəlin görək son qiymətimiz nə olacaq. Sualımızı kəsirik. Aha. A-nın ilkin qiyməti 243-dür. Gördüyünüz kimi. Növbəti A-nı tapmaq üçün əvvəlcə biz qeyd edəcəyik bura 9 plus A-mızın əlimizdə olan 243 qiyməti bölünsün 3, yəni 81. Cavabımız olur 90, gördüyünüz kimi. Və biz düşürük aşağı şərt blokuna. Bizə sual verir. A böyüdümü 27-dən? 90 təbii ki 27-dən böyüdür və biz hər qolu ilə qalxırıq yuxarı. Yenə təzə A ortalığa çıxacaq, yəni A-nın növbəti qiyməti 9 plus əlimizdə olan 90, yəni A-nın son qiyməti böl 3. 90 da təbii ki 3-ə böləndə 30 eləyir və bu dəfə də bizim cavabımız olacaq 39. Yenə şərt blokunda 39 27-dən böyüdümü? Hə, qalxırıq yuxarı. Təzə A bərabərdir 9 plus bu dəfə 39 böl 3. 39-u da 3-ə böləndə 13 eləyir. Bu formada qeyd edirik. Və 19 ilə 3 22. 22 cavabımızdır. Qalxırıq, daha çox 22 alandan sonra biz sizə sual verirdik. 27, 22-27-dən böyüdürmü? Deyəcək ki, təbii ki, yox və yekunlaşacaq məsələ. Deməli, bir neçə dövrdən sonra biz A-nın qiymətini 22 tapdıq və 22 də 27-dən böyük olmadığı üçün biz sona çap blokuna çıxdıq. Cavabımız olur D variantı. Növbəti 38-ci sual nəzəriyyə tipli sualdır. MS Word-də Enter və Shift Enter düyməsinin sıxılmaları müvafiq olaraq nəyi icra edir? Baxın dostlar, deməli Word-də 3 cür Enter var bizdə. Yəni 3 kombinasiyanın üzrə. Birinci Enter abzas daxilində istənilən bir yerdə sadə bir Enter düyməsi, yəni əlavə bir düymə olmadan bu Enterin köməyi ilə biz yeni abzas yaradırıq. Yəni mövcud abzasın sonu və növbəti abzasın əvvəli. İkincisi Shift Enter kombinasiyasıdır ki, cari abzasın içərisində elə növbəti sətrə keçirik. Bu zaman sözlərin bu formada olması həmin abzasın strukturunu saxlamağa görədir. Bu məcburiyyətdir deyə. Shift Enter eyni abzasın isə növbəti sətrə keçir. Ctrl Enter isə kursorun dayandığı yerdən etibarən səhifəni kəsir. Yəni Ctrl Enter kombinasiyası ilə kursordan sonraki fraqment növbəti səhifədən davam edir. Burada isə bizə o lazım deyil. Sadəcə Enter və Shift Enter'in bizdən müvafiq qaydasını istəyir. Enter düyməsi növbəti abzasın, yəni yeni abzasın əvvəlini bildirərkən, Shift Enter isə yeni sətrin əvvəlini bildirir. Beləliklə düzgün cavab variantımız C variantıdır. 39-cu sual. Doğru mülahizələri müəyyən edin. Səhifənin rəngini dəyişmək üçün Layout tabının Page Background Length qrupuna müraciət olunur. Baxın dostlar, Layout deyil, amma Design olsaydı düzgün ola bilərdi. Çünki səhifənin rəngini dəyişmək üçün biz həqiqətən də Background-a gedirik. Amma hansı Background-da? Design'ın Background-dan, yəni Design tabının içərisindən Background Length qrupunun Page Color bölməsini istifadə edirik. Deməli, belə çıxır ki, burada Layout tabı yanlışdır. Sənədə müxtəlif haşiyələrin, haşiyə şərh deməkdir, comment deməkdir. Şərhlərin əlavə olunması iki fərqli tabdandır. Bəli, File menusundan və Review Length tabından həyata keçirilir. File menusu və Review Length tabından. Deməli, bu düzgün fikirdir. Üçüncü, sənədə mətn qutuları əlavə eləmək Insert tabındandır. Amma Header and Footer Length qrupundan deyil, Text Length qrupundandır. Diqqət edirsinizsə, hal-hazırda mən Word-ün içərisinə daxil oluram və Text Length qrupundan həmin mətn qutularını əlavə edə bilərəm. Header and Footer bölməsindən isə sənədə yuxarı və aşağı sərlövhələr, eyni zamanda səhifə nömrələri əlavə etmək mümkündür. Sənədə əlavə olunmuş fiqurun müxtəlif bucaqlarla fırladılması Layout tabına aiddir. Bu da düzgün fikirdir. Çünki fırlatmaq üçün, yəni əymək üçün müəyyən istiqamətlərdə əvvəlcə bir fiqur əlavə eləyirmişkən,
Fiqurumuzu əlavə etdikdən sonra onu müxtəlif bucaqlarla fırlatmaq üçün istifadə edirik Layout tabının Arrange Length qrupundan və Rotate əmrindən. Bax, bu gördüyünüz müxtəlif formatlarda fırlatmaq mümkündür. Düzgün fikirdir. Naviqasiya paneli isə 3 yerdən açılır. Bunların heç biri referens tabı deyil. Birinci hissə Home tabının Find bölməsidir, hansı ki sol tərəfdən naviqasiya panelini açıb axtarış apara bilərik. İkinci bilinən View'dur, hansı ki o da Show Length qrupunun içərisində naviqasiya panelini açmaq mümkündür. Üçüncüsü isə çox az adam tərəfindən bilinir, amma mən sizə deyim ki, Accessibility bölməsi var Review'da. Oradan da naviqasiya panelini açmaq mümkündür. Yəni, bunun heç birində referens yox idi. Və cavabımız 2 və 4'dür. Yəni, D variantıdır. 40-cı. 40 nömrəli sualımızda çap məsələlərindən bir nümunə göstərilib. Qeyd olunub ki, 40 səhifəli sənəd aşağıdakı parametrlərlə çapa veriləcək və çap olunacaq 20-ci səhifə nə olacaq? Gəlin baxaq. Ümumiyyətlə, yadınızda saxlayırsınız ki, əgər məsələnin şərtində bizdən soruşubsa ki, neçə A4 çap olunacaq, neçə səhifə çap olunacaq, onda bizim bu dəstələmə collated, uncollated bölməsinə baxmağımıza ehtiyac yoxdur. Yox, əgər sualın şərtində filanıncı səhifə nə olacaq, çap olunacaq ilk 5 səhifə nə olacaq ifadələri varsa, bu artıq onu bildirir ki, biz o bölməyə də baxmalıyıq. İndi birinci növbədə baxacağımız yer hər dəfə olduğu kimi Pages bölümüdür. Baxaq görək, buradakı səhifələr, ümumi səhifələr limitini aşmır ki? Xeyr, aşmır. 40 səhifəli limiti aşmır. Çıxası səhifələr, çap olunan səhifələr bunlardır. 2, 3, 4, 5, 6, 10, 12-dən də 15-ə kimi 15 daxil olmaq şərti ilə. Bir page per sheet, yəni hər səhifədə bir dənəsi, bir üzlü qaydada çap olunacaq və uncollated ifadəsinə diqqət olunmalıdır. Əlbəttə ki, kopya sayı da burada çox önəmli bir detaldır. Demişdim, yazdırmışdım, bilənlər bilir, bilməyənlər üçün deyim. Əgər məsələnin şərtində uncollated ifadəsi varsa, biz birinci səhifədən nüsxə sayı qədər çıxartmadan ikinciyə keçə bilmərik. Birinci səhifəmizin 2 olmasını nəzərə almaq şərti ilə biz bilirik ki, əvvəl 5 ədəd. Niyə 5 ədəd? Çünki 5 kopya yazılıb ora. 5 kopya 2 çıxartmalıyıq. 1, 2, 3, 4, 5. İkinci 5'lik 3'dən ibarət olacaq. Yəni 5 dənə 3 çıxardacağıq. Sonra 5 dənə 4 çıxartmalı olacağıq. Sonra da 5 dənə 5 çıxartmalı olacağıq. Və s. 5 dənə 6, 5 dənə 10, 5 dənə 12, 5 dənə 13, bu şəkildə 15 daxil olmaq şərti ilə. Bizdən 20-ci səhifəni istədiyi üçün bu birinci, ikinci, üçüncü yox, dördüncü 5'liyə aiddir. Yəni 5 olacaq. Çünki ilk 20 səhifənin 20-cisi 15-dən 20-yə qədər hamısı bu 5'dir. Deməli, belə çıxır ki, 5 olması düzgün cavab variantıdır. 41-ci sualımızdan davam edəcəyik. 41-ci sualımızı kəsirik dostlar. Maraqlı suallardan biri də 41-ci sualdır. Bu sualda əslində ilk öncə adam baxanda düşünür ki, biraz belə çətin sualdır. Burada mən özümdən nələrsə bilməliyəm, nələrsə qatmalıyam, amma əslində belə deyil. Burada biraz diqqətli olmaq lazımdır. İkili say sistemində verilmiş n rəqəmli ədəddir. Yəni uzun bir ədəd də ola bilər, qısa bir ədəd də ola bilər, fərqi yoxdur. Onu 16-lı say sistemə çevirəndə alınan ədədin ilk rəqəmlərinin cəmi maksimum neçə ola bilər? Yəni söhbət nədən gedir? Misal üçün biz ikili say sistemində belə bir ədəd yaza bilərik. Yəni biz ikilikdən 16-lığa çevirəndə qaydamız belədir ki, ədədi əvvəlcə yazırıq. Tutaq ki, belə bir ədəd yazaq. 1, 0, 0, 1, 1, 0, 1, 0 və s. Biz onu axırdan əvvəlcə bölürük. Üzərinə 8, 4, 2, 1 yazırıq. Ondan sonra həmin ədədlərdən, yuxarıdakı ədədlərdən hansıların altına 1 yazılıbsa, onları aşağıya yerləşdiririk. Yəni düşürürük aşağı, aşağıda cəmləyirik onları. Burada misal üçün 8-dən 1 düşəcək, maksimum 9 ola bilər. Burada da 8-dən 2 olacaq, maksimum 10 ola bilər. İndi burada bizə sual verir ki, n rəqəmli ədəddir, maksimum nə ola bilər? Cavab maksimum nə çıxa bilər? Maksimum cavabın çıxa bilməsi üçün ilk ədədin 4'ünün də 1 olması lazımdır. İkilikdə olan ədədin ilk
4'ü də 1 olması lazımdır ki, bu 8, 4, 2, 1-in hamısı aşağı düşsün. Və hamısı aşağı düşən zaman cəm neçə ola bilər? 8 plus 4 plus 2 plus 1. Ümumi cəmimiz maksimum 15 ola bilər. Yəni 16-lığa çevirəsi olsaq, F hərfi ola bilər. Deməli, belə çıxır ki, ikilikdəki həmin o ədədin ilk rəqəmlərinin cəmi çevirərkən maksimum 15 ola bilər. Düzgün olaraq cavabı 15 olaraq qeyd edirik. 41 də bizim açıq sualımız idi. 42-ci sual ana plata üzərində yerləşən qurğuları müəyyən edin. Ana plata üzərində yerləşən qurğular kompüterin əsasən daxili qurğulardır. Bura aiddir RAM, yəni əməliyyat daş, chipset, təbii ki, daxili qurğuları qoşmaq üçün slotlar, KMOS bateriyası və salam. Streamer və hard disk xarici yaddaş qurğusudur. Onun ana plata üzəri olması ehtimal belə deyil. Skaner xarici qurğudur, periferiya qurğusudur. O da ana plata üzərində yerləşə bilməz. Cavabımız 1, 2, 5 və 7-dir. 43-cü sual. Hansı əmr və kateqoriyalar fayl tabına aiddir? Fayl menyusuna aiddir. Fayl menyusunda çox maraqlı detallar var ki, biz bəzən fayla tab deməyib menyu deməyimizin səbəbi ondan ibarətdir ki, digər home, insert, draw bunlarda əmrlər lentin üzərindədirsə, faylda menyu üzərində göstərilir bizə. Belə bir fərq var bizdə. Və indi bizə sual verir ki, hansılar bura aiddir? Baxın, exit ümumiyyətlə orada yoxdur. Close var, amma exit yoxdur. Exit nədir? Ekranın sağ yuxarı küncündəki düymədir. Onun fayl menyusuna aidiyyəti yoxdur. Deməli, belə çıxır ki, bir yanlışdır. Home var idi orada. Demişdik, home bölməsində nə edə bilərik? Həm son açılmış sənədlərin siyahısına baxa bilərik, eyni zamanda da yeni boş sənəd yaratmaq mümkündür. Paste homeland tabına aiddir. Bu da yanlışdır. Recent məsələsi. Baxın, recent fayl tabına aid deyil. Yəni, əmr və kateqoriya deyil. Taba aiddir əslində. O menünün içində var. Amma bu əsas əmr və kateqoriyalardan deyil. Home'un içərisində bir bölmədir. Ona görə də bunu götürməyəcəyik biz. Account var. Export var. Yəni, birlikdə baxaq. Account istifadəçi hesabı ilə bağlı olan bölümdür. Export da məlumatları sənədimizi başqa formatda ixrac eləmək üçün lazım olan bölmədir. Import isə yox idi birdə. Cavabımız 2, 5 və 7-dir. 44 nömrəli sualımıza baxırıq. Sualımızı kəsirik. Hesablama əsaslı maraqlı bir sualdır. Cədvəldə faylların adları və onların həcmləri göstərilmişdir. Klasterimizin həcmi 6 kilobaytdır. Bu çox önəmli bir məqamdır. Bizə bütün video faylların diskdəki informasiya həcminin cəmini soruşur. Video fayllara diqqət edirsiniz. Deməli, biz bütün faylları yox, ancaq videoları götürəcəyik. Videoların genişlənmələri hansılardır? MPG video genişlənməsidir, AV video genişlənməsidir. Exe deyil, Exe icra olunmuş fayldır. MP3 və WAV səs faylıdır. PDF mətn faylıdır, XLS cədvəl faylıdır. Deməli, biz yalnız 41 və 49 üzərindən gedəcəyik ki, 41-in özü, əgər 41-i 6-6 böləsi olsaq, 41 özü 6-ya bölünmür. Yəni, 41 kilobaytı 6-6 klasterləri böləsi olsaq, onda bizə lazım olacaq 6 dənə klaster, bir də çatışmayanımız olacaq. Çünki 6 dənə 6-36 eləyir və növbəti 6-ya ehtiyacımız olacaq. Yəni, növbəti 7-ciyə ehtiyacımız olacaq. Deməli, belə çıxır ki, 41-dən sonra 6-ya bölünən ilk ədəd onun yaddaşda tutduğu həcmdir. Bu da 42-dir. 42 6-ya bölünür, bilirsiniz də, 7 dəfə bölünür. 49-dan sonra, 49 özlüyündə bölünmür 6-ya. Deməli, 9 dənəyə ehtiyac, 9 klasterə ehtiyac var. 9 dəfə də 6, yəni 49-dan sonra 6-ya bölünən ilk ədəd 54-dür. Deməli, belə çıxır ki, ümumilikdə bizim 54 kilobaytımız, bir də 42 kilobaytımız var. Deməli, belə çıxır ki, video faylların ümumi həcmlərinin cəmi 96 kilobaytdır. Bir şey də deyim sizə ki, video fayllarını əvvəlcədən cəmləyib yaddaşda saxlamaq olmaz. Çünki faylların cəmlənməsinə icazə verilmir. Faylların hər biri ayrı-ayrılıqda klasterlərə yerləşdirilməlidir. Onların cəmlənməsi heç bir halda yol verilməzdir. Düzgün cavabımız da 96-dır. 45 nömrəli sual sonuncu sualdır. Proqram təminatından bağlıdır. Maple proqramı tətbiqi proqramların üsul yönlü bölməsinə aiddir. Demək, 2-yə olacaq A variantı. Algol instrumental proqramdır. Yuxarı səviyyəli proqramlaşdırma dilidir. B variantı. Java-da eyni qaydada.
PC Shell örtükdür. Bu da o deməkdir ki, o baza proqram təminatına aiddir. D variantı. Və Opera qlobal kompüter şəbəkələri olması ilə, yəni brauzer olması ilə tətbiqi proqramlara aid olmasını bildirir. 1BS, 2AY, 3-ə də D variantı. Ki, beləliklə sınağımızı yekunlaşdırdıq dostlar. Əsasən nəzəriyyə əsaslı idi. Hesablama da təbii ki var idi, amma nəzəriyyə çox yer verilmişdi. Çünki ümumi imtahanda əsas ümumi sınaqlara artıq biz yaxınlaşırıq. Orada nəzəriyyəmiz 20-yə yaxın olacaq. Çünki qəbulda da belə olur. Hər birinizə uğurlar arzu edirəm. Növbəti həftələrdə, növbəti imtahanlarda görüşənə qədər uğurlar bir daha. Sağ olun.